Paşinyana məktub yazan vətən xaini kimdir? Salam dəyərli dostlar, xoş gördük. Aklas dondurmaları, keyfiyyətə önəm verənlər üçün. Mən bir çox videolarımda demək olar ki, bu Meydan TV, Azadlıq Radiosu və digər bunun kimi saytlar, yəni xaricdən maliyyələşən xəbər saytları haqqında nəysə tənqidi bir fikir deyəndə deyirlər ki, sən hökumətin adamısan. Bunlarda belə bir şey var ki, bunlara qarşı çıxırsansa, əks mövqe bildirirsənsə, deməli sən kiminsə adamısan. Halbuki özləri heç ümumiyyətlə nə xalqın adamıdırlar, nə hökumətin adamıdırlar, nə dövlətin adamıdırlar, xarici qüvvələrin adamıdırlar. Bunu artıq bilməyən yoxdur. Bəzən bir də görürsünüz ki, həmin bu saytlar xalqın mənafelərindən çıxış edirlər. Arada bir dənə LGBT ya da nə bilim hansısa qatığın hüquqlarını müdafiə edən bir şeylər paylaşırlar. İndi sübut edəcəm nə? Yeri gəlmişkən Abzas Media bu məmurların şeyləri haqqında danışırdı, yeyintiləri, qanunsuzluqları filan. Amma arada bir də görürsünüz belə videoları paylaşırlar. Yəni məqsəd sizdə nədir? Siz xalqın mənafeyini müdafiə edirsiniz, yoxsa xalqın müdafiə elədiyi dəyərlərə qarşı çıxırsınız? Yəni artıq sizin kim olduğunuzu hamı bilir. Meydan TV-də bu gədə, bu xain haqqında paylaşım ediblər. Xahiş edirəm ki, mənimlə heç bir əməkdaşlığın olmaması haqqında rəsmi bəyanat verəsiniz. Vətənə xəyanətə təqsirləndirilir. Paşinyana məktub yazıb. Meydan TV-nin bunları qəhrəman kimi təqdim eləməsi, qabartması göz qabağındadır. Dövlətə xəyanətdə ittiham olunan araşdırmacı Bəhruz Səmədov Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib. Nəysə, Paşinyana deyib ki, Azərbaycan dövlətinə bildirəsiniz ki, mənim sizinlə heç bir əlaqəmiz yoxdur. Yaxşı, yoxdur, çox gözəl. Çox uzun xəbərdir, bunu özünüz girib oxuya bilərsiniz. İttihamı qəbul eləmir filan. Deməli, bizim Nurel adlı bir dostumuz var, Nurel Kərim. Onun bütün statuslarını, müharibə vaxtı paylaşdığı statusları ortaya çıxarıb, daha mənim axtarmağıma gərək qalmadı. Ona görə təşəkkür edirəm Nurelə. Bəhruzun paylaşdığı statusları sizin üçün oxuyuram. Blokad Azərbaycanın sevimli siyasətidir. 89-91-ci illərdə Ermənistan və Dağlıq Qarabağ blokadaya məruz qaldı. Stepanakert, Xankəndi yazmayıb, Stepanakert yazıb. Bombardıman edildi, günahsız adamlar həlak oldu. Təbii ki, propaganda və milli kimlik bunları görməzdən gəlir. Erməni soyqırımının qurbanları keçmişə aid deyirlər, bugünə də aid deyirlər. Amma onların həyalətləri hər zaman bizə keçmişin dəhşətini və bugünün ədalətsizliyini və acılarını xatırlatmaq üçün geri dönüyor. Adam erməni soyqırımında tanıyır. Çox zəif. Azərbaycan və Rusiya öz şər siyasətlərini həyata keçirirlər. Bunun sonu Dağlıq Qarabağın tamamilə ermənisizləşdirilməsi olacaq. Yəni bunun var-yoxu nəsli ermənidir. Buna pis təsir edir. Bunu müdafiə edənlər var. Nə var ki, bu hökumətə qarşı status yazıb, deməli bu ermənilərin müdafiə edirsə, onda da haqlıdır. Yəni bizdə bəzi insanlarda belə bir şey var. Bir adam hər cür murdarçılıq eləsin. Bax, açıq deyirəm. Pedofil olsun, hər bir şey eləsin, hər bir murdarçılığa əl atsın. Amma hökumətə söz düzülsə olur bomba olan, ona heç kim söz deyə bilməz. Bunlar üçün lazımdır ki, hökumətə neysə desin. Desin, amma təmiz adam olsun da. Daha bir Meydan TV paylaşımı. Rusiyada yoxa çıxan Talış tədqiqatçının DTX təcridxanasında saxlandığı bildirilir. Bu adam Talışdır. Talış qardaşlarımıza can qurban. Amma bu separatçıdır. Rusiyada yaşayır. Məqalələrində yazır ki, Azərbaycanda Talışları, ləzgiləri əzirlər, təhqir eləyirlər, filan eləyirlər. Varmı elə bir şey? Talışlar, ləzgilər. Yazın şərhlərdə. Varmı elə bir şey? Sizi əzən, nə bilim, ümumiyyətlə Azərbaycanda biri ləzgi, biri bizdə ailə seçkili yoxdur. Bəziləri bunu üzə çıxardır, qabardırlar. Təbii ki, hardan maliyyələşirlər, hardan bəslənirlər. Biri Rusiyadan, biri Avropadan, biri Amerikadan. Meydan TV-də başqa birilərinin tulası olduğuna görə bu kimi adamları məzlum kimi çıxardır ortalığa. Hiss elətdirmədən cəmaatın gözünə soxur. Həmçinin də Azadlıq Radiosu olsun. Belə özlərini bitərəf göstərirlər, amma bitərəf deyirlər. Hamısı tərəfdir. Mən bu kimi saytların xəbərlərini görəndə əsəbləşirəm. Bunlar bəzən məsələn hansısa insanların, hüquqları tapdalanan insanların haqqında reportaj hazırlayırlar, göstərirlər. Amma bu o demək deyil ki, bunu sizin qara gözünüzə aşiq olub çəkib göstərmirlər. Sadəcə adları müxalifdir deyə bunu eləyirlər. Yəni sırf müxalif olsunlar deyə bunu eləyirlər.
xalqın mənafeyini düşünən başdan ayağa xalqın mənafeyindən çıxış eləyər. Nə Meydan TV bizimdir, nə Azadlıq Radiosu, nə də Abzas neydi? Onlar da bir ara bir-iki şey elədilər ki, nə dediyim kimi, arada belə şeylər, reportajlar da soxurlar ortalığa. Neysə dostlar, özünüzə yaxşı baxın, görüşərik, hələlik.